Sabah rutinimize hoş gəlmisiniz. Uşaqları əmizdirdikdən sonra burunları tutulubsa, izotonik su ilə gördüyünüz qaydada təmizləyirəm. Sonra burunun içində qalan çıxara bilmədiklərim, su nə varsa aspiratorla çəkirəm. Bunun sayəsində çox rahat nəfəs alırlar və rahat yatırlar. Əgər rahat yuxuya gedə bilmirlərsə, bu çox vaxt dəniz olur, ancaq qollarını bələyirəm. Ayaqları bələmək qətiyyən olmaz. Omba çıxmalarının ən çox səbəbləri buna görə olur. Mütləq D3 vitamini hərəsinə 3 damcı verirəm. Əgər ağızlarında oral kandidoz varsa, el arasında buna süd yarası da deyirlər. Görməmiş olmasınız, bəyaz-bəyaz olur ağız içində. Onun üçün də dərman verirəm. Sonra soska verib hər ikisini də yatızdırıram. Bizim səhər rutinimiz genəlliklə bu şəkildə olur. Əgər uşaqları daha tez durquzdurmuşamsa və daha tez D3 vitamini verib əmizdirmişəmsə, aradan bir yarım saat, 1 saat keçibsə, dəmir vitaminlərini də verib elə yatızdırıram. Amma bu gördüyünüz rutində o yoxdur. Çünki yeməyini təzə vermişəm uşaqların.